O yolu neçə dəfələrlə gedirəm, gəlirəm, əziyyət çəkirəm. Maşınımız həftədə bir dəfə remont aparır maşına. $30.000 yaxın əhalinin yaşadığı yola baxın. Bura hansısa ağır döyüşlərin getdiyi ərazini xatırlatsa da, əslində gördüyünüz bu yer uzunluğu 22 kilometr olan Respublika əhəmiyyətli Qara Məryəm Müsüslü avtomobil yoludur. Uzun illərdir təmir olunmayan yol hazırda demək olar ki, keçilməz vəziyyətdədir. 80-ci illərdə asfalt örtüyü vurulan və 2 hərəkət zolağından ibarət olan bu yol artıq istismar müddətini çoxdan başa vurub. Bu yolun vəziyyəti düz 20 ildən çoxdur ki, bu yola baxılmır. Buradan daş daşıdılar, kamazlar, böyük maşınlar. Yolu yaman günə qoydular. Hələ bizim kəndin içi yenə yaxşıdır. Düz Qərəməyimdən Müsüyə çatıncan yollar bərbad gündədir. Elə yer var ki, vahşi keçmək olmur. Quyu yollardır, nə daş tökülmür, nə yol çəkilmir, nə təcili yardım çağırırlar, gəlmir. Nə bilim, Kürdəmirə getmək istəyir, məsələn, xəstəmiz olur, Kürdəmirə xəstəxanaya getmək istəyir, gedə bilmirik. Göyçəyə getmək istəyir, gedə bilmirik. Neçə ildir də gəlir, çəkiliş də gəlir, gedir, sağ olun, gəlib çəkirsiniz. Amma baxılmır yola. Hamı əziyyət çəkir, Allaha and olsun da bezmişik. Bax, mən bu köynə maşından oraya gedib, tez-tez gedib gəlirəm, özümlə musiqiçiyəm, toylara gedib gəlirəm. O yolu neçə dəfələrlə gedirəm, gəlirəm, əziyyət çəkirəm, maşınımız həftədə bir dəfə remont aparır maşına. Bu kəndin, burada bu yolun üstündə 30.000-ə yaxın əhali yaşayır. Alpoğut kəndi var, İnçə kəndi var, Alxasava var, Döyranlı var, Aşağı Qərmərcan var. Baxın bizim yollara. 30.000-ə yaxın əhalinin yaşadığı yola baxın. Heç kim baxmır. Heç kim baxmır. Burada maşını olanlardan əlavə olmayanlar da əziyyət çəkir. Bax bu yolda olmayanlar da əziyyət çəkir. Maşını olan gündə remont yox. Mən bir dənə Allah'ın olsun 07 verdim, getdi. İndi bir 06 almışım. Həmin 06 yenə də pis gündədir. Bax bizim bu yollar. Tələbələr gedəmir. 1000-ə yaxın tələbə yaşayır. Məktəbdə tələbə dərs keçir. Yollardan gedəmirlər. Hamısı suyun içində olurlar. Yəni bu yola xahiş ediyor, bir tədbir görəsin. Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Qara Məryəm Müsüslü avtomobil yolunun yenidən qurulması ilə əlaqədar layihə hazırlanaraq adiyyəti üzrə təqdim edilib. Layihənin təsdiqlənməsi və maliyyə vəsaitinin ayrılması gözlənilir. Bu işlər həyata keçirilən kimi yolun yenidən qurulmasına start veriləcək. Sözü gedən yolun yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramına daxil edilib. Proqram çərçivəsində həmin yolun əsaslı şəkildə qurulması agentliyimiz tərəfindən təmin olunacaq.